Balıqdan narazılıq eləyirlər, təhsildən narazılıq eləyirlər, səhiyyədən narazılıq eləyirlər, gömrükdən, nə bilim, vergidən insanlar narazı ovqatdadırlar. Halbuki biz illər öncəyə baxanda kifayət qədər, yəni sistemləşmiş bir cəmiyyətdə yaşayırıq. Bəli. Əvvəllər biraz xaotik münasibətlər sistemləri var idi. İndi baxırsan ki, bu sistem oturuşur. Yəni sistem özünü yeniləyir və oturuşur. Bunun içərisində acılı, ağrılı məqamlar da var. Bunu hər kəs bilir. Xeyli müsbət məqamlar da var. Bunu da hər kəs öz həyatında yəqin ki görür. Məsələn, bir nizam, düzən, onların hamısını görürük. Təhlükəsizliklə bağlı, ölkədəki bir sıra, yəni ən elementar, əvvəl qeyb rüşvət verdiyi, indi qeyb asan xidmətdə eləyə bilirsən. Yəni, bunlar bizim gözümüzə elə-belə görsənə bilər. Bunlar dövlət həyatının vacib elementləridir. Bunlar bir buket halında olanda, orada mənfi məqamlar qalırsa, vətəndaş o mənfi məqamları deyir. Deyir, burada yaxşıdır, bundan xoşum gəlmir. Bu yaxşıdır, bunu nahaq belə eləyir. Və vətəndaşın da hökumətdən narazı olmasından doğal heç nə yoxdur. Vətəndaş daha yaxşı yaşamaq istəyir. Vətəndaş baxır Ramiz Mehdiyevin evindən çıxan pullara. Bəli. Baxır ki, Qazi oğlu iş axtarır, yazıq bilmir nə eləsin. Başqa dövlətdə işləyənin əri, uşağına milyardlarla pulunu başını bağlayırlar, başqa xarici baylarda. Bir hardan alır? İnsanlar bir dönəm narkotik daşımağa iş yeri kimi baxırdı. Yəni ölkədə işsizlik vəziyyəti elə bir həddə gəlmiş. Kənd təsərrüfatı ilə bağlı nə qədər problem, biz burada yüzlərlə dəfə danışmışıq, Hafiz bəy danışıb. Rayonlarda iqtisadi inkişaf məsələləri ilə bağlı nə qədər əskiyimiz var. Bunları yavaş-yavaş düzəltmək lazımdır. Bunlar düzələndə niyə bu narazı olsun? Amma bir məqamda var, Hafiz bəy, onu istəyirəm soruşmaq. Hər dəfə Ramiz Mehdiyev və Azərbaycan müxalifət münasibətləri danışılanda deyirlər ki, yəni biz inkar eləyəndə ki, heç bir halda Əli Kərimli ilə tutalım, Ramiz Mehdiyevin arasında birbaşa rabitə ola bilməz. Yəni jurnalistlər tez-tez bu sualları verirlər. Orada deyirlər ki, bəs necə oldu ki, Ramiz Mehdiyevdən sonra Əli Kərimli bir miting keçirtmədi, Milli Şuranın heç bir, nə bilim, nəysə ki, yəni o proseslər hamısı Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılması ilə dayandı. Əgər o əmr etmirdisə, pul vermirdisə, göstəriş vermirdisə, şərait yaratmırdısa, onda bəs niyə indi yoxdular? O zaman bilmirsən nə deyəsən. Bax, bu argumentə sizin cavabınız nədir? Yox, bu argumentə mən 3 il, 5 il bundan Ramiz Mehdiyev işləyən tərəf edəcək demişəm, fikrimi bildirmişəm. Axı orada bayaq dedim, bizim də tanış adamlar var, dostlarımız var. İndi əgər bizimki bir dənə üzvümüz gedib onun itinə küçüyünə baxırsaq gör, indi bizim də hər yerdə əlimiz var da. Biz də indi elə-belə havadan danışmırıq ki, dediklərimin hansı biri yalan çıxıbdır ki. Niyə mənim məsələni istəmirlər, mən ağzım açan danışam? Ona görə mən həqiqəti deyirəm, mən yaltaqlığı bilmirəm, mən kimin nöqsanı var üzünə deyirəm. Mənim də dediyim bu ki, Ramiz Mehdiyevlə Kərimov əlinin, məsələn, bir sıradaçında açaq. Prezident seçkiləri ərəfəsində, ikinci, üçüncü seçkiyi bilmirəm. Bu Ziya Məmmədov məni dəvət elədi ki, prezident seçkiləri, mən də prezidentliyə namizəd edəm. Təcili görüşməliyik. Siz 4 dəfə namizəd olmuşsunuz. Bəli, 4 dəfə mən prezidentliyə namizəd olmuşum. Mən getdim, Ziya müəllim otduq qabaq-qabağa, bir kəşotu çayı gətizdirdi, köməkçisi, katibəsi. Otduq, söhbət elədik bu seçkidən ki, bu belə olacaq, bu belə olacaq, mən belə köməklik eləmək istəyirəm, belə eləmək istəyirəm, bəs belədir, belədir, belədir. Dedim, yox, biraz söhbətimiz uzun çəkdi. Dəqiqədə bir katibəsi qız bir dənə məktub şey gətirir, stapiska, qoyur stolun üstünə. Dedi, deyilən gözləsin, qutarım da biraz. Kimsə gözləyir qapıda. Arxa tərəfdə istirahət otağında gözləyir. Dedim, əlbəttə dedim, mən də başqadan da yaxşıdır, etika var. Mən də nazir olmuşam, bazen qonaqlar gəlir, o gəlir, bu gəlir. Elə oldu ki, bu qız çıxanda bu arxa otağın qapısının arası açıq qaldı. Acıqam, mən çıxanda baxdım, mən də biraz belə şeylər həssasam. Kərimov əl oturub orada. Buyur, bu fakt, ay cəmaat, ay cəbhətçi qardaşlarım. Ay başınıza dönüm. Siz gördünüz qurultayda hamımıza yeni qırmızı kalistok bağlamışdı. Bu neçənci illədir? 2003? 2000 yox, 2003-dən sonraki seçkilərdə gərək ki. 2008. O seçkilər ərəfəsində idi. Bunu mən çatdırdım yuxarı. Dedim də, mən güzəltmərəm ki, mən bunu çatdırdım, mən yuxarı səviyyə. Sizcə yuxarının göstərişi olmadan... Yox. Ziya Məmmədov, Əli Kərimli qəbul edir. Bəli. Özü qəbul edir. Bəli. Bunlar bilsən, hətta 100 dənə kanalla işləyən vicdansızlar, bəni çıxartdılar.
Ziya Məmmədov deyirdi ki, mənim qazandığımın 5% mənə qalır. İndi gör bu neçə milyon qazanırdı ki, məsələn, yolunu da neçə milyardlar yedi də. Bunu deyirdim mən bunu bir neçə nəfərə dedim. Onlar bunu da cənab prezidentə çatmışdı bu məsələ ki, nətər mən qazandığım 5% qalır. Fikir ver. Bu şikayət prezidentdən narazılığını bildirir. Onu çatdırandan sonra yəni bunlar budur. Siz elə bilirsiniz bir müxalifəti qızışdıran. Əli Kərimi də orada sizi gördü. Nə görmədi ki mən? Sonra bir adam var idi dedi, Fuat mənə dedi ki, Asmalım, bu məsələni xahiş edir Əlibəy deyə keçirmə. Rəhmətli İskəndər Həmidov öləndə mən də getmişdim. Yasamaldaydı. Orada mənə dedi ki, bəs o məsələləri də belə. Açıb ağartmıyor. Belə. Yəni biz səninlə çox şeylər bildik. Mən bu məsələni də dedim. Məsələn, Fuat Fransaya getməmişdən əvvəl mənlə görüşmək istəyirdi. Düzdür, mən müəyyən yerlərə dedim, bilirəm ki, izləyirlər, razılıq vermədilər. Sizcə niyə? Nəsə sözü var idi. Amma mənim bəzi hörmətli qardaşlar, dostlarımız, mən dedim, icazə verin, mən görüşüm, bilin də, sonra demir ki, biraz mənim məyisim tüstülüdür. Dəcələr getdi, qoşuldu onlara. Yəni, çox məsələlər var idi. Yəni, məsələlər bilsən nətər, çox köklüdür. O qədər dərinə işləyibdir ki, bugün biz Ramiz Mehdiyevin bu məsələsinə belə dırnaq arası baxırıq. Kərimov əlini izahat verir. Nə ifadə verəcək ki? Açıldı, töküldü, hamısı ortadadır. Hamısı ortadadır. Bu adam dövlət çeviş eləmək istəyirdi. Bu həll olunmuşdu məsələlər. Ay xanım, burada bizim dövlət başçılarının, bəyək siz dediyiniz müəyyən adamların da əlləri var. Dövlətdə işləyən adamların da. Məsələn, nə qarlar? Sizi kim incidə bilər? Məsələn, sənin əlində nə var ya, mənim əlimdə var. Bizim danışmaqdan başqa nəyimiz var ki, əlimizdə? Bir dənə şikayətçi gəlir. Gəlir. Mənim yanıma partiya sədrəm, gələnlər olur, çox olur. İndi biz də belə də şəşələnirik ki, götürür zəng edirik də bir dənə ya nazirə, ya nazirin müavininə, ya bir nə bilim yerə. Ki də bir nəfər gəlibdir. Məsələn, mənim yanıma gəlib 3 dənə qazi ki, bizim bu məsələlər həll eləməyə. İndi deyirlər ki, Haşmam, sizin sözünüz keçər, belə elə. Vallahi götürüb zəng edirsən, katibələri bizə cavab vermir. Xalq incidirlər. Mən də qayıdıb deyirəm ki, ay qardaşlar, nə olar sənin qohumun olanda, evladın olanda, Allah mən sənin qohumunam. Görürsən ki, mən səhvə yol verirəm. Gəldi. Ölçüdünə ki, sən prezidentə çox istəyirsənsə, o işə köməklik elə. Əgər Hafiz Hacıyevin telefonuna sənin köməkçin, katibən cavab vermirsə və mən bunu deyirəm, özümü pis eləyirəm. Yəni, yüksək səviyyədə olan məsələdir, özümü pis eləyirəm. Və qayıdıb mənə də deyirlər ki, sən dünənləri filan televiziyada bu sözü deyirsən ki, filan kəsin qoy. Nə olar? Lap oğludur, lap evladıdır. Biz deyirik ki, yəni, siz prezidenti çox istəyirsinizsə... Yaş hakim ailənin bu cür təzyiq altında saxlanır, səssiz çıxmır orada. Səsini çıxmır, amma Hafiz Hacıyev zəng edib, alığınızı elə deyəndə ki, filan kəsin qohumudur, sırası köpüşürsünüz hamınız. Niyə belə dediniz? İndi o adamlardan mənə o qədər faktlar gətiriblər ki, onu mən açsam, bugün Azərbaycanda zəlzələ olar. İndi biz də istəyirsiniz ki, o bəzi insanlar üçün bu işləri görə. Amma eləmərik, biz nəyə görə? Bir prezidentə qurban olun. Bir prezidentə görə biz zəhər də olsa içirik. O geçsin nə dersən ki, Hafiz Hacıyev yaltaqlanır, Aygün xanım Hafiz Hacıyev çağırdı gənə bir yalt. Yox. Biz deyirik ki, yəni bu incitmə də bu yoldaşları. Bunun halal haqqıdır. Nə olur bir cavab ver də, deyən Hafiz müəllim, baş üstə göndər yanımıza nə imkanımız var köməklik edir. Bununla nə olasın ki? Mən 4 dəfə prezidentliyə namizəd partiya sədriyəmsə, sən mənə cavab vermirsən, gör o sadə vətəndaşına eləsin, o sadə kətsin eləsin, o qısasını itirmiş qazini eləsin. Hacı xanım, məsələlər bax bundadır. Buna incidirlər, millət də narazıdır, qalır. O Ceyhun müəllim deputat çox gözəl dedi ki, xalqla bizim aramızda böyük bariyer yaradıblar. Yəni bizim nüfuzdan salıblar dövləti və bizim parlament üzvlərini. Belə olanda düşəcək də, qardaşım. Necə hər şeyi inkar eləyəndə? Hər şey, yaxşı gedib siz oturursunuz, kabinetdə nə ilə məşğulsunuz? Bax, mən də nazir olmuşam, nə yazırsınız, nə qoyursunuz? Hansısa cənəsə iclası, nə iclası? O iclasının köməyi olmayacaqsa, çıxsın biri bugün Ramiz Mehdiyev, dövlət başçısını müdafiə eləsin. Çıxsın eləsin də, nazirlər var, komitə sədrləri var, MMC-lər var, ayna var, özünün 19.980 manat maaş yazan var. Çıxsınlar eləsinlər də, yer yoxdur. Bax, buraya gələndə maşın saxlamağa yer tapmadıq. Apardım, biləm, harasa tulladıq, çıxdı gəldik. Yaxşı. Siz bunu da sizdən razı olacaqlar? Yox. Siz incilirsiniz bu milləti. İstəyirsiniz hamısını Ramiz Mehdiyevin qucağına atasınız. Atırsınız da, narazı kütlə hara getməlidir Hacım xanım? Onu yəyə çıxanda, o da deyir ki, filan kəs gəlsə daha yaxşı olacaq. Mənim çörəyim ucuz olacaqdır, pensiyam artacaqdır, qazilik vəziyyətim yaxşılaşacaqdır. Kətçidirsə fermer pulumu alacağım, traktor tapacağım, şumladacağım,
Yaxşı, biz də bunları deyəndə, biz də kimi tənqid ediriksə, təhqir eləməyik, tənqid ediriksə, nöqsan ediriksə, onun vəzifəsini böyüdürlər. Bu nə prinsipdir, bu nə yanaşmadır, bu nə yanaşmadır, mənim başım çıxmır. Valla mənim hörmətli məmurlar. Yəni bu təqdimatlar kimə aiddir ki? Bilmirəm, hörmətli o mənə zəncilik deyənlər ki, filan kəsin deyirsən qohumudur. Valla mənim qərəzliyim yoxdur, onun da xətrini çox istəyirəm, ona da mənim böyük hörmətim var. Amma onlar da bir o qohum əqrabalarına, dostlarına, təqdim elədiyi adamlara desin ki, gedin xalqa. Bizim xətrimizə yox, prezidentin xətrinə. Türkiyə siyasətində əla bir söz var, küçənin səsini dinləmək. Bəli. Erdoğan ona görə bu qədər rahat otura bilir ki, Xalqın səsi, küçənin səsindən tənzim eləməli. Yoxsa ki, yəni sistem özünü, bəli. Yəni çünki mümkün deyil, əhalini dəniz dalğalananda pulu zilzil yoxdursa, hökumət özünü oda közə vurub ona pul tapdırmalıdır. Bəli. Onun cərimələrini artırmamalıdır ki, büdcə dolsun. Büdcə dolmağı nə üçündür? Məmurların, uşaqların cibi üçündür. Büdcə dolmağı vətəndaş üçündür. Siz vətəndaşın axırıncı mənim pulunu, niyə 1 milyard manatımın, 1 ki? milyard dollarımın başı xarici dövlətlərin bankında başı bağlanır? Necə çıxır bu Hardan ölkədən? alırsınız? Bax bu 1 milyard elə belə. Ramiz Mehdievin evindən çıxanlar 1 milyard dollar var. Bu hardan çıxdı? Bu gör nə qədər qazini, nə qədər şəhid ailəsinə, nə qədər uşaq hamısını eləməyə olardı da.